Hər kəsə salam. Belə bir suala baxaq. Deyir ki, tutumu 600 litr olan boş bir hovuzu Elmar 25 litrlik bidonla, Elcan isə 15 litrlik bidonla doldurur. Birinci nə edirik? Bir dənə boşdan çəkirik. Bu tutur 600 litr. Və Elmarımız var, Elcanımız var. Elmar, L yazıram. 25 litrlik bidonla, Elcan isə LC yazıram. Elcan isə 15 litr bidonla, bunlar ikisi də 600 litrlik hovuza su tökürlər. Və hər ikisi də eyni sayda tökürlər. Hər ikisi eyni sayda tökürlərsə bu tənliyi necə istəyirik? Deməli 25-i biz o nə qədərdirsə, tutaq ki 5-dir, 6-dır, 7 dəfədir bilmirik. Onu x götürürük. 25-də x-ə vururuq. Üstə gəl 15-i də x-ə vururuq. Yəni ikisi də eyni saydadır. Bərabərdir nə qədərə? 600-ə. Yəni bu 600 litrlik bidona 25-dən neçə dəfədir, 15-dən neçə dəfədirsə onu tapmalıyıq. Bunu toplayanda eləyir 42 bərabərdir 600. X bərabərdir 0-dan 0 gedir. 60-ı da 40-a böləndə 15. Deməli 15 dəfə. 15 dəfə Elmar 25 litr töküb, 15 dəfə də Elcan 15 litrlik tökübdür. İndi vururam. 15-i 25-ə 25-i 25-ə və 15-i 15-ə vururam. 25-i 25-ə, çox üzr istəyirəm burada. 15 60 25 yazdım. 25'i 15'e vururam, eləyir 375. Bir də 15'i 15'e vururam, bu da eləyir 225. İndi bizə nə soruşur? Elmar Elcandan nə qədər çox tökmüş ola bilər? Ona görə nə edirik? Çıxırıq 375-dən 225'e çıxırıq. 0 5 1 150. Deməli Elmar Elcandan 150 litr çox su tökmüş olur.